Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların aşkar edilib, lazımi qaydada ifadə edilməsi çox vacibdir. Bu baxımdan tənqidin rolu danılmazdır. Lakin bəzi insanlar tənqidi təhqirlə səhv salırlar. Ailə və cəmiyyətdə mənfiyə köklənən insanlar getdikcə hər şeydə bir çatışmazlıq axtarırlar. Bu şəkildə edilən tənqid sağlam olmayan tənqid hesab edilir. Məsələn, Kivdə məşhur olan insanlar belə bəzən məsələlərə qeyri-obyektiv yanaşırlar. Bəzi müzakirə proqramlarındakı insanlar tənqiddən çox qarşı tərəfə maddi-mənəvi zərər verməyə çalışırlar. Qarşıdakı insan nə deyirsə desin, onun dediklərini təhrif etməyə çalışırlar ki, bu da ictimai deyil, şəxsi mənfəətə xidmət edir. Nəticədə heç bir müsbət nəticə əldə olunmur, mövzu olan problem aradan götürülmür. Zərərli tənqidin arxasında hissi və nəfsi mülahisələr ola bilər. Rəqabət və qısqanclıq insanı davamlı tənqidə aparar. Nəticədə məsələ daha da ciddiləşər və tərəflər arasında münasibətlər pozular. Məsələ lazımsız səmtə istiqamətlənər. Bu durumda tənqidə mövzu olan xüsusiyyəti düzəltmək əvəzinə hər iki tərəf arasında lazımsız intriqa yaranar. Buna görə də üzüm yemək yerinə bağbanı döymək düzgün deyil. Hər bir tənqidin kökündə cəmiyyətə xidmət etmək, onu inkişaf etdirmək məqsədi olmalıdır. Bunun üçün də tənqid məqsədyönlü və müsbət niyyətli olmalı, faktlara əsaslanmalı, insanlara və ətrafa zərər verməməlidir. Bu formada edilən tənqidlərin faydası çox olur. Tənqid edilən və tənqid edən arasında etibar və inamın olması məhz lazımi nəticənin əldə edilməsinə zəmin yaradır. Qarşılıqlı inamın olması üçün isə niyyətinin yaxşı olduğunu nümayiş etdirmək, insanın müsbət tərəflərini önə çıxarmaq, mənfi tərəfləri isə sadəcə işarə etmək lazımdır. Məhəmməd Peyğəmbər də insanların adlarını çəkmədən xətalarını düzəltməyə çalışın demişdir. Yalnız bu zaman qarşılıqlı anlaşma yaranar və mövcud problem